Mən istəyirəm ki, bu günləri biz məşq eləyək səndən. Sənin qədər olmasa da müəyyən bir tempo götürümdə görüm necə məşq eləyirsən. Yəni bu nəticəyə necə gəlib çıxmısan? Mən əlbəttə ki, sinə məşqi. Hə, bu gün sinə məşqidir, amma yarış prosedurunda, yarış vaxtı başqa məşq olur, tam ağır məşq olur. Normal günlərdə başqa cür məşq edirəm də. Bu gün də mən çalışacağam, yəni biz eyni məşq tempində elə hərəkətləri nə sənin aqrusik olsun, nə də mənim aqrusik olsun. Çünki mən hələ ki off sezondayım, dincəlmə sezondayım. Aha. Sən də beləsən, dincəlmədəsən yəni. Dincəlmə sezonunda idmana başlamamışdan qabaq 15-20 dəqiqə azı sizin isinmə vaxtınız olmalıdır. İsinmə ki, zədələrdən, bütün oynaq ağrılarından, ən əsas zədələrdən qorunmaq lazımdır. Zədə də olsa Allah eləməmiş idmana ömürlük, yəni vəda deməkdir. Çiyin zədəsi özdəki. Çiyin zədəsi, bütün oynaqlar zədə hamısı. Mən isinim biraz, ha indi. İstəmə təşkiləri çıxardım sonra isinək də. Təşkilərlə klifinəcini eləyək. Ha, yaxşı. Yox, baş barmağı qoy bura, belə. Ha, belədirsən. Ha, buradan ölçüsün. Sənə bu normal vəziyyətdən. Qaldırsan. Olun, yavaş-yavaş. Bunu biz negativdə işləyə bilərik. Normal tempdə işləyə bilərik. Hələ normal tempdən biz isinək. Negativ hələ tez. Çalışıb burada qaldırmaq lazımdır sinənin gücü ilə. İşləyəndə qolun gücü ilə də qaldıra bilərik. Amma o sinəyə deməli az naqruska verir, yüklənirik. Ona görə əsas sinəni sıxa-sıxa işləmək lazımdır ki, sinə məşqində daha effektiv nəticə ala bilər. 100%. İndi çəkiləri taxa. Çəkiləri taxaq. 80-90-a 12 dəfə 14 dəfə vururam. Ha. Onu sən artıra bilərsən onu çəkini. Görüşlüsən, sonra mən işləyirəm. Hamıya maralı sən işləməyəm. Biz də barmağı üstəyik buradan. Kolunu tutuşla. Mən adətən məşq vaxtında negativ işləyirəm. Yavaş salıb, riski qaldırmaq. Ha. Hər proqramda da amma olmazdı o. Yavaş-yavaş salıb, riski qaldırmaq negativdir. Pozitiv isə riski salıb, yavaş, normal. Ha. Məşqə girdiksə telefonlar hamısı qırağa. Hə, bu arada mahnıya qulaq asa, sevdiyiniz mahnıya qulaq asa, məşq eləmək 5% daha artıq inkişafa gətirib çıxardır. Çünki beyinlə o dərəcədə motivasiya alırıq ki. Hidayət. Getdi. 110, anar, 113 dəfə, hə? Ha. Ya Allah. Getdik. Ey Allah. 1. Dən də. Gedər 2 dənə. 2 dənə də. Dən də. Allah. Belə biraz adama biraz şey gəlir də, yəqin deyir də indi. Mən 70-80-90 gözləyirdim də, bayaq dedim. Mən şey eləmə, 120, 130, 140 gözləyirdim. Əladır. Zalın ən çətin işi, işlədiyimiz şeyləri yerinə qoyub. Məşq elədim, məşqdən sonra daşları yığıram. Hidayət də onu dedi ki, məşqi bitirdin, zalın ən çətin, belə baxanda nə çətini? Gəlirsən məşq eləmək, bu da məşqdir də. Əlbəttə ki. Yox, da daşları. İş asandır, prosto bunu yerinə qoymaq lazımdır. Ümumiyyətlə məsləhətdir ki, yanınızda kimsə olsun, kömək üçün kimsə olsun. Yəni, əgər kömək üçün işdir, birdən kimsə olmasa, çox ağır təşə girmək məsləhət deyil. Hatta ağır təşə olanda bir nəfər sizə kömək edir, 2 nəfər daha kömək edirsin. Amma yüngül təşə olanda qoyuruq dizin üstünə belə. Uzanan anda dizlə atırıq yuxarı. Aha. Özünü qaldırdı. Normal templə çox belə düz olmur və biraz əyri. Antellərə fikir versənsə, biraz əyridir, çarpaz. Biraz əyri olmalı. Ay, sağ. Bu videoda yenə həmişə kimi sinənin sıxaraq normal tempdə məşqimizi edirik. Qoyanda da yerə saldıq aşağı, düzdür. Diz gəl qabağa belə. Aha.
Düzdür. Qaydası budur. Prosta ağır çəki olanda istər-istəməz atırlar. Ağır çəki olanda ata bilməzsən. O dərəcədə gərək, yəni vərdiş eləsiniz ki, ata biləsiniz ağır çəkini də. Aha. Amma köməklə olsa daha məsləhətdir. Daha yaxşıdır. O şimdi getdin, ayaqları atdın belə bu şəkildə. Bir-bir də ata bilərsən, iki-iki də ata Aha. bilərsən. Bu yüngül olduğuna görə rahatdır. Bir də belə şəkildə, bu şəkildə düzdür Bəs də. qanteli əyirsən biraz elə, ayırsan. Sıxırsan düz qabağa. Sinə yenə sıxırsan, ayırsan. I wake up every minute with the fever dreams. I push my mind to a limit where it needs to be. I work blind, got vision I don't need to see. I'm picking mind over matter, I believe in me. I need to find Bax tələbə gəlir, deyir ki, mən heç nə lazım deyil, sən kim olmaq istəmirəm deyir. Bir dənə sinə ilə qol lazımdır. I wanna be the greatest like Rocky. You know I leave them all kids like a hobby. I'm out here making moves like a lobby. And if you ain't with me, it's your loss. Çəkiləri artıraq. Neçə nə? 20 yaxşıdır. 20 işləyir də. Davay, Yaşda davay, 20, davay, yaşda davay. 15, 20. 17. Normaldir, 20 yaxşıdır. 20. Ha. 20 burada. İfət, istəyirsən gəl sənə o sinə sıxmaq şeyini özün hiss elə, özün gör. Ha. Gəl bir dənə başımı üstə dayan. Ha. Bu yandan çək, oradan yandan. Bax. İndi mən sinəni necə sıxmaq lazımdır sənə göstərəcəm. Bir əlimi qoy sinəmə, bir əlimi qoy qoluma. Ha. Qoluma. Belə. Hə. Bax indi mən qolun gücü ilə qaldırıram. Aha. Görürsən sinə işləmir. Aha. Gördün? Yox. Bax sinənin gücünə bax. Aha. O daş deyil, beton. Görürsən sinəni sıxmaqla sinəyə inkişafı artırırsan. Sinə əzələsinə düzgün işləmək belə olur. Yəni- sinənin gücünə qaldır deyəndə mən bunu nəzərdə tuturam. Düzdür, düzdür. Sinəni sıxmaq lazım. Yəni burada məsələ nədir? İndi mən professional deyiləm, biz həvəskarıq da. Məsələn, insan peşəkardır və hər şey də başa salanda yəni göstərib onun gücü və istər-istəməz adam insan əlini vuranda, məşq eləyəndə görür ki, həqiqətən o yəni daş kimidir də. Niyə görə? Çünki düzgün işləyir. Adamlar var ki, gəlirlər məşqə, məşqsiz işləyirlər. Məşqsiz işləmək nə deməkdir? Düz deyil, məşqə gələcəksən, məşqə gəlməyəndən sənin bədənin fərqində fərq olacaq. Yəni o adam gəlir, lap düz işləmirsə, elə də belə də fərq eləyir. Nəsə əldə eləyir, deyir, mən onu məşq eləyirəm. Ancaq ki, düzgün məşqçi ilə məşq eləsə və düzgün onun, yəni onu 2 qat, 3 qat, nə deyirlər, onun təsirini alacaq da. İndi bax, məsələn, mən ola bilər neysə düz eləmirəm və çox insan var ki, zala gedir və məşqini düz eləmir. Ancaq bu məşqdən sonra başa düşəcək ki, necə düzgün məşq eləmək lazımdır. Bax, məsələn, göstərdin də, düzdürmü? Necə o düzgün sıxmalıdır da sinə. Və insanlar var, bir məşq eləyirlər, bir məşqçi ilə işləyəcəklər, daha düzgün işləmək üçün, nəticəni əldə etmək üçün bu belə olmalıdır. Yəni dəhşət. Baxıram ki, indi mənim bəyələyəndə indi mən də bəlini bir dənə baxasam. Yəni bax, elə baxaq. Biraz əyri qoyuram, düzdür? Bəzəli, su. Ay su. Sinə görə sıxırsan, gördün? Əsl sinə məşqi belə olmalı. Sinəni işləməklə, sinəni sıxmaqla. Qola güc getmir. Qol avtomatik olaraq qoşula bilər. Qoşulur. Çünki sən qantelləri əllərinlə tutmuşsan. Amma sinəni sıxanda daha yaxşı inkişaf olur. Gördüyünüz bu elementi eləməmişəm. Ancaq bu dil hidayət çox çətindir. Deyirəm elə çətindən eləyir. Yox, bunun çətinliyi nədəndir? Çəki olaraq, hərəkət olaraq çətin yoxdur. Sadəcə olaraq bunun düzgün texnikasını bilmək lazımdır. Çünki dirsək söhbəti var burada, duruş söhbəti var, bel, sinə, apışı burada hamısını bilmək lazımdır. Yəni onda elə çıxır ki, çox adam da bunu eləyir, sadəcə olaraq düzgün eləmir. Yəni sadəcə çox adamın elədiyi şeyləri gözə göstərəcəm. Ha, çoxu necə eləyir onu göstər. Yəni düzgün olmayan göstər, sonra Elə düzgünü adam göstər. var, deyir sinə işdə belə işləyir, da belə. Eləsi var, belə işləyir. Aha. Eləsi var, nə bilim, gah belə işləyir. Dəfələrlə görmüşəm, yəni dəfələrlə belə işləyir. Yəni düzgün işləmirlər də. Düzgün işləmirlər, amma bunun düzgün texnikası var, qardaş. Sinəni polunu Sinə qabağa. dirsək biraz açılır. Aha. Dirsək biraz açılır. Dirsək də qalır polunu yuxarıda. Aşağıdan belə gətirmirik bunu. Aha. Və belə işləyirlər. Aşağıdan belə gətirmirik. Düz sinə qabağa. Sinəni sıxırıq yenə təzədən. Aha. Problem. Hə, göstərə Bax, görək. bax. Bax, birinci dəfə bilirəm, ha. Ayağı vurdun qabağa. qabağa, sağdan Sinə getdi qabağa. Biraz da qabağa gəl istəyirsən. Hə. Əlləri düşdü. Yox, lap qabağa gəl çünki onu çəkəndə şey qaldırmısan onu, ayırsan. Yaxşıdır. Dirsəyə bax, dirsəyi qaldırdın yuxarı. Yaxşı bunu deneyim. Ağırdır, çəkin. Yox, yox, Hə, yaxşıdır. dirsəyi qaldırdın Belə yuxarı. bir düzdürmü? Qolunu qabağa, ayırsan. Belə yox, bax yenə aşağı verdin sən. Qolunu qabağa. Bura, ayırsan. Dirsəyi yuxarıda qal, ayırsan. Buradan belə. Sinəni sıx. Biraz da qolu açırsan.
Qolu biraz yuxarıda, yuxarıda. At, su. Ay, sağ ol. 3. Hərəkət üçün pis deyil, əladır. Sinəni sıxırsan. Sən bu sinə sıxmaq üçün idealdır da yəni. Hə, idealdır. Silə həqiqət sıxmağım dünya çempionuna xoşuna gəldisə böyük bir işdir. Dirsək yuxarıda, dirsək yuxarıda. Dirsək yaddan çıxır. Yuxarıda, aysa. Su. Əla. İlk hərəkət üçün heç eləməmsən də bu hərəkət. Hə, ilk üçün əladır. Yəni düzgün başa salanda düzgünlük. Düzgün. Rahatdır da. Yəni sən nə görürsən? Sən deyirəm, bax göstər necə eləyirlər səhv, göstərdin. İndi necə düzgündür onu göstər. İndi mən birinci dəfə eləyirəm də, istərsəməz nə səhv eləyə bilərəm. Ancaq insan ardıcı eləyəndə, necə deyim, normal hala şey eləyir. İnsan öyrəşir. Mən bu günlərim məndə deyirsən ki, sinə yaxşıdır da. İndi mənim 38 yaşım var. Mən heç vaxtı belə professional Söz verməyə olmurasa. Allah razı olsun. Biraz arıqlayım, biraz. Adi vaxt olmayanda mən nə edirdim evdə olanda? Jim, bir də brus. Sən dedim, zədələndim. Evə gəlirdim, məşqə zala girməyə vaxt yox idi da. Elə bura tikilirdi. Gedirdim evdə brus eləyirdim. Evdə brusum var da. Gəldim, çıxdım razminkasız, isinməsiz. Brus eləməyə 6 ay keçdim. 6 ayda məşq eləyə bilmədim. Neynəyə qardaşım? Bunu sonra neynəyə? Bunu da ispat edəliyək. Dava все, 3 подход eləyək qutaraq da. Dirsək yuxarıda, dirsək yuxarıda. Dirsəyi yaddan çıxardırsan, dirsək yuxarıda. Ay, hə, ay sağ. Sərbəst çənəni də yuxarı qaldırsan. Şu. Çiyin yuxarı. Çiyin yuxarı, dirsək yuxarı. Dirsək yuxarı. Ay sağ. Bax belə. Düzdür? Ha. Sən şimdi ağır qoymuşuq. Dəhşət ağırmışsan. Ana bundan bir 50 eləyərsən. Gədə.